Dünyadakı vulkanlar dünyanın ən maraqlı və güclü təbii hadisələrindən biridir. Onlar yer qabığının altında olan maqmanın yuxarıya doğru çıxması ilə yaranır. Maqma yerin içindən çıxdıqda lava adlanan isti və maye kimi axan materiala çevrilir. Lava soyuq havada bərkidikdə yeni dağlar və torpaqlar əmələ gətirir. Vulkanlar həm təhlükəli, həm də həyati əhəmiyyətə malikdir. Onlar insanların həyatını təhlükəyə ata bilər, amma eyni zamanda torpaqları daha məhsuldar edir. Məsələn, İndoneziyada və Yaponiyada vulkanik torpaqlar kənd təsərrüfatı üçün çox əlverişlidir. Bu torpaqlar üzüm, qarğıdalı, düyü və tərəvəz yetişdirmək üçün ideal hesab olunur. Vulkanlar müxtəlif formalarda olur. Bəzi vulkanlar sakit qalır və illərlə heç püskürmür. Bunlara sakit vulkanlar deyilir. Digərləri isə tez-tez püskürərək lavanı, külü və qazları havaya atır. Onlara aktiv vulkanlar deyilir. Dünyada ən çox aktiv vulkanlar Sakit Okean ətrafında yerləşir. Bu bölgə atəş halqası adlanır. Burada Yaponiyada, Filippində və ABŞ-ın Alyaska ştatında bir çox aktiv vulkanlar mövcuddur. Vulkan püskürmələri müxtəlif növ ola bilər. Bəzi püskürmələr yalnız lava axını ilə müşayiət olunur, bəziləri isə kül və tüstü buludları çıxarır. Bu buludlar yüzlərlə kilometr uzağa yayıla bilər və havanı çirkləndirərək insanlar və heyvanlar üçün təhlükə yarada bilər. Buna görə vulkan ətrafında yaşayan insanlar təcili evakuasiya planları hazırlamalıdırlar. Vulkanlar yalnız təhlükə deyil, onlar həm də yeni torpaqlar və adalar yaradır. Məsələn, İndoneziyada bir ada vulkan püskürməsi nəticəsində yaranmışdır. Bundan başqa vulkanik qayalar və qayalıqlar turizm üçün cəlbedici yerlərdir. İnsanlar bu yerlərə baxmaq üçün səyahət edirlər və elmi araşdırmalar aparırlar. Vulkanlar həmçinin iqlimə təsir edə bilər. Böyük püskürmələr nəticəsində havaya çox miqdarda kül və qaz çıxır. Bu, günəş şüalarının yerə çatmasını azaldır və qısa müddət ərzində temperaturun düşməsinə səbəb ola bilər. 1815-ci ildə İndoneziyada Tambora vulkanı püskürdü və bu, dünyada il olmadan yay kimi tanındı. Həmin il dünyanın bir çox yerində havalar qeyri-adi soyuq idi və əkin sahələri zərər gördü. Nəticə olaraq vulkanlar dünyanın təbii quruluşunda mühüm rol oynayır. Onlar həm təhlükə, həm də fayda mənbəyidir. İnsanlar vulkanları izləyərək onların püskürmə ehtimalını qabaqcadan təxmin etməyə çalışır. Eləcə də bu torpaqlardan məhsuldarlıq və turizm məqsədi ilə istifadə edirlər. Vulkanlar həm elmi tədqiqatlar, həm də gündəlik həyat üçün maraqlı və vacibdir.